Hər kəsə salam, yeni bir vlogla daha qarşınızdayam. Səhər bəzənib hazırlaşıb universitetə yollanırdım ki, havanın küləkli olduğunu gördüm və tez kombinimi dəyişdirdim. Bu dəfə dəyişiklik eləyib simit aldım. Sonra getdim gördüm ki, yenə bizi 900-cü otaqdan atıblar. İndi də 602-ci otaqda özümüzü tapdıq. Bilmirəm niyə bizim otağımızı əlimizdən almağa çalışırlar. Burada kiber təhlükəsizlik mühazirəsindəyəm, acam, yemək yeyirəm. Biraz otağımızı göstərirəm. Yəni bizi atdıqları otağa bir baxın. Heç sevmirəm bu otağı. Daha sonra hüquqi yazının seminar otağına gedirik. Düzü hər kəs bu otaqdan da şikayət edir. Yəni bütün videom otaqlar haqqında oldu, nəysə. Burada sizə materialımızı göstərirəm. Biraz da lövhəmizi çəkirəm. Daha sonra Əsmərlə bufetə düşürük, çünki içməyə bir şey almalıydım və 60 qəpiklik soka 1 manat verib geri qayıdıram. Xahiş eləyirəm, bufetdəki qiymətləri hər il 10 qəpik 10 qəpik artırmayın. Evə gələndən sonra aksesuarlarımı çıxardıram. Biraz güzgümdə özümü çəkirəm. Sonra isə axşam yeməyi yeyərək serialın qaçırdığım bölümünü izləyirəm. Bu yeməyi də çox sevirəm bu arada. Nədənsə toyuqlu hər şey mənim xoşuma gəlir. Sonra isə birlikdə makyajımı silirik. Zaten nələri istifadə elədiyimi bilirsiniz. Garnirin bu gül suyu olan miselər suyu mənim çox xoşuma gəlir. Daha sonra isə Lancome ilə üzümü yuyuram və videonu bitirirəm. Sağ olun.